Deməli, növbəti videomuz Cəray Aşurov Möhtəşəm 26 kitabından Sınaq 1, Sual 30. Hörmətli izləyicilər, sizdən xahiş edirəm, zəhmət olmasa videoları bəyənin və kanalıma abunə olun ki, kitabın bütün video izahı sizin əlinizdə olsun. Deməli, 30 nömrəli tapşırıqla davam edir. Karbohidrogen molekulunda SP2 hibrid, SP3 hibrid orbital sayının nisbətini hesabla. Əvvəl karbohidrogeni tapaq. Bilirik ki, bütün karbohidrogenlər yanan zaman karbon qazı və su ayrılır. Bilmirəm, A karbohidrogeni üstünə oksigen gəlirəm, alınır karbon qazı, plus su. Və bu bizə veribdir ki, 0,5 molunun yanmasından alınan karbon qazının həcmi və suyun molekulu. Deməli, mən belə 1 mol üçün hesablasam, yazaram 0,5 molu yanan zaman bunu mola çevirirəm. 4,48-i 22,4-ə bölüb karbon qazının molunu hesablaya bilərəm. Bu eləyir 0,2 mol karbon qazı. Karbon qazında bizə karbon lazımdır. Bəs 1 molu yanan zaman nə qədər karbon alınır? Tapıram bir x. Buradan da 0,2-ni 0,5-ə bölsəm 4 cavabını almış olaram. Onda mən bildim ki, mənim karbonum 4'dür. Yəni burada yazaq. Bax, bu A-nı elə bir karbon və hidrogen kimi göstərir. Karbonumu tapdım 4. İndi növbət tənasübü yenə qururam. Yazıram ki, 0,5 molu yanan zaman bu qədər mol su ayrılıbsa, bu da 12,4'ü 6,2'ye bölsəm 10 üstü 22'dir. 6,2 vurursun 10 üstü 23'e bölməliyim ama. Buradan 23'ləri ixtisar eləməkdən ötürü mən bunu yazaram. 1,204 üstü 23'ü. 23'ü ixtisar gedər. 1,204'ü 6,2'ye bölsəm, buradan da 0,2 mol cavabını almış olaram. Deməli, 0,2 mol H2O. Bəs 1 moluna da x mol. Yəni, bayaq hesabladıq, eyni şeydir. 4 mol H2O. Deməli, bu 4 mol H2O-da da 8 dənə hidrogen varsa, yəni bu sağ tərəfdə olanda 4 mol, 4 mol. Onda hidrogenin də sayı olur 8. Məndən soruşur ki, C4H8. Deməli, C4H8 formuluna uyğun olan karbohidrogen molekulunda sadəcə hibrid orbital sayının SP3 hibrid orbital sayını hesabla. Sadəcə burada nəyi verməyib? Yəni, açıq quruluşlu yazmalıydı. Çünki C4H8 tipli bizim siklobutanımız da var. Burada SP2'dən söhbət gedirsə, təbii ki, biz bunu alkenlərə görə hesablayacağıq. Butenə uyğun hesablayacağıq. Amma məsələn, burada disiklik ya alifatik desəydi daha yaxşı olardı. Təbii ki, disiklik desəydi, burada SP2'dən söhbət getmir. Amma gərək alifatik yazaydı ki, burada karbohidrogenin alifatik. Onda daha yaxşı olardı. Alifatik. Onda bu C4H8'i yazıram bu formada. Və burada mən SP3 bular, SP2 isə bu karbonlardır. Hibrid orbitalın SP3 8 dənə, SP2 isə 6 dənədir. Bizdən nəyə soruşur? SP2'nin SP3, yəni 6'nın 8'ə nisbəti, o da edir 2'yə bölsə 3'ün 3 bölü 4, o da edir 0,75. Burada da cavab A variantı olasıdır.